Buyurun gelin ay Bahadır Bey. Gelin. Ne oldu babalar yana? Ne kırmızsınız birbirinizi? Bahadır dayı, mən sizin oğlunuzdan ayrılıram. Belə şey olar, bu adamın hər şeyi kreditdədir. Boşa şumadım. Onu neye kreditler çocuğun? Evi kreditdə, maşın kreditdə, mənə toyda aldığı qızıllar da kreditdə. Tut belə oğlan. Bax, sizə deyirəm, siz qaynatamsınız, sizin xətrinizi çox istəyirəm. Amma belə getsə, mən ayrılıb çıxıb gedəcəm Türkiyəyə. Özünüz də bilirsiniz ki, yönlü adam deyiləm. Hələ tələsmə sən, olsa bir bəhanə lazımdır Türkiyəyə getmə. Tələsmə. Təsəvvür eləyin ki, evə kombi alıb, onu da kreditə alıb. Hardan alıb o kombini? Buyurun, xoş gəlmisiniz. Ay oğul, eşitdim sizə kreditlə kombi var. Bəli, müəllim. Ha, oğlum alıb, deyirəm ondan birini mən götürüm. Müəllim, bizdə kombilər çoxdur. Siz hansından istəyirsiniz? Oğlum ilə qaz alıb, ev oxtu kimidir. Elə mənə də ondan biri. Çox gözəl seçimdir. Bax, belə açın, bax, görəsiniz. Bax, qapalı kamerası, mis borusu, ən zəif qazla da işləyir. Özdə müəllim, bunlar ağıllı kombilər sayılır. Yəni, mobil telefonla da idarə edə bilərsiniz. Xeyirli olsun, eviniz həmişə isti olsun. Ha gəlin, hardasan? Qarnı sonra yoxa çıxdınız. Ha, yoxa çıxdın deyəndə getdim. Bizim də kombi partlamışdı. Getdim onda birini mən götürdüm də kreditə. Mən bilmirəm, nə dərdim kimə deyim.